Salam Vəfa, sizi və tamaşaçılarınızın Qurban Bayramını təbrik edirəm. Bəli, sizin də qeyd etdiyiniz kimi bugün ölkəmizdə artıq Qurban Bayramı qeyd olunur və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən insanların bayramı sağlam şəkildə, yəni ən gözəl şəkildə keçirməsi üçün 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi məntəqəsi yaradılıb. Biz də həmin məntəqələrdən birindəyik. Nərimanov rayonu ərazisində Keşlə qəsəbəsindəki qurbanlıq heyvanların satışı və kəsim məntəqəsindəyik. Qeyd etmək istərdim ki, ümumilikdə Qurban Bayramı münasibəti ilə 134 ünvanda bu məntəqələrin 75-i satış kəsim, 27-sində yalnız satış və 32 ünvanda isə yalnız kəsim xidmətləri vətəndaşlara xidmət göstərir. İstəyərdim daha ətraflı məlumatları, yəni harda məntəqələr təşkil olunub, necə təşkil olunub, bu barədə bizə ətraflı məlumatları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdürü, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Abdüləliyev bizə ətraflı məlumat versin. Qalib müəllim, buyurun. Kəsim məntəqələri, satış məntəqələri barədə bizə ətraflı məlumat verərdiniz. Mən də sizin bayramınızı təbrik edirəm. Qeyd etdiyiniz kimi, Respublika üzrə 134 ünvanda qurban tədbirləri təşkil olunub. Bu ünvanlar qabaqcadan yerli icra hakimiyyəti orqanlarının və digər aidiyyəti qurumlarının iştirakı ilə birlikdə müəyyənləşdirilib. Orada tam şərait yaradılıb və dünən günün sonuna məntəqələrin hamısı dezinfeksiya işləri aparılıb və heyvanların qəbuluna hazırlanıb. Qeyd edeyim ki, heyvanların qəbulu mütləq baytar mütəxəssislərin iştirakı ilə həyata keçirilir. Ancaq sağlamlığına zəmanət olan heyvanlar kəsimə və satışa buraxılır və heyvanın kəsimində də baytar mütəxəssislər iştirak edir. Kəsimdən sonra cəmdəklərin baytarı sanitar ekspertizası aparılır və onların ancaq sağlamlığına zəmanət olduqdan sonra istehlakına icazə verilir, istehlaka buraxılır. Eyni zamanda aidiyyəti qurumların iştirakı ilə məntəqələrdə müxtəlif xidmətlər təşkil olunub. Bura aiddir kommunal şəraitin yaradılması, dövrü olaraq dezinfeksiya işlərinin aparılması, formalaşmış tullantıların kənarlaşdırılması və s. Bu gücləndirilmiş işində fəaliyyət bayramın sonuna qədər davam edəcəkdir. Hazırki gündə hər hansı bir problemli, çatmayan bir məsələ qeydə alınmıyor. Bəs insanlara nə tövsiyə edərdiniz? Yəni bayramı qeyd edərkən, heyvanları alarkən nəyə diqqət etməlidirlər bu barədə? Düzgün buyurursunuz. Bizim vətəndaşlara tövsiyəmiz ondan ibarətdir ki, bu baytar nəzarətindən keçmiş heyvanlardan istifadə eləsinlər. Ona görə də mütləq bu müəyyənləşdirilmiş ünvanlara üst tutsunlar. Əgər hər hansı bir anlaşılmazlıq olduqda və yaxud müraciət etmək istədikdə, mütləq Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinə, onun mərkəzi aparatına və 1003 qaynaq xətti vasitəsilə müraciət edə bilərlər. Qalib müəllim, bir məlumat da əldə etdim ki, və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həmçinin səyyar laboratoriyalarda gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər. Yəni qurbanlıq heyvanların sağlamlığı burada daim yoxlanılır. Bu barədə də bizə ətraflı məlumat verə bilərsinizmi? Əlbəttə ki, bu artıq formalaşmış təcrübəyə uyğun həm institutun müvafiq stasionar laboratoriyaları, həm də mobil laboratoriyaları hazırda fəaliyyətdədir. Belə laboratoriyalardan ikisi hazırda işğaldan azad olunmuş ərazilərdə, xüsusən Füzuli, Cəbrayıl və Laçın rayonlarında fəaliyyət göstərir. Onu da qeyd edeyim ki, bu rayonlarda çadır tipli kəsim məntəqələrindən istifadə olunur ki, digər stasionar məntəqələrlə paralel eyni şərait burada da yaradılıb və nəzarət tədbirləri həyata keçirilir. Əgər klinik müayinədən sonra heyvanlarda laboratoriya müayinəsinin aparılmasına ehtiyac yaranarsa, biz mobil laboratoriyaların xidmətindən istifadə edirik, elə yerində müayinələr aparılır.